Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Səhiyyə Nazirliyinin birgə tərəfdaşlığı çərçivəsində Sağlam Gələcək sosial layihəsinə start verilib. Layihə qadınların reproduktiv sağlamlığının qorunmasına dəstək verilməsini, profilaktik müayinələrin əhəmiyyəti barədə məlumatlığın artırılmasını və sağlam həyat tərzinin təşviqi istiqamətində maarifləndirmə tədbirlərinin həyata keçirilməsini nəzərdə tutur. Layihə çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və üzv təşkilatı Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin təşkilatçılığı ilə qadın sağlamlığı və reproduktiv rifah mövzusunda ilk tədbir təşkil olunub. Tədbirdə dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri, səhiyyə sahəsi üzrə ekspertlər, konfederasiyanın və üzv təşkilatlarının əməkdaşları iştirak ediblər. Tədbiri giriş sözü ilə açan konfederasiya sədrinin müavini Musa Mirzəyev, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əhalinin həyat keyfiyyətinin yüksəldilməsi və sağlam ailə modelinin formalaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən bəhs edib. Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan sosial-humanitar layihələrin ana və uşaq sağlamlığının qorunmasına, insan kapitalının inkişafına mühüm töhfələr verdiyini vurğulayıb. Qeyd olunub ki, sağlam həyat tərzinin təşviqi Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Sağlam Gələcək layihəsi də məhz bu fəaliyyətin tərkib hissəsi olmaqla qadınların sağlamlığına təsir göstərən risk amilləri barədə məlumatlığın artırılmasına, profilaktik tibbi müayinələrin təşviqinə və xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Səhiyyə Nazirliyinin şöbə müdiri Ramik Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Sitarə Əhmədova və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin rəhbəri Səbinə Babazadə çıxış edərək qadın sağlamlığının qorunmasının cəmiyyətin davamlı inkişafı, sağlam ailə institutunun möhkəmləndirilməsi və demoqrafik sabitliyin təmin olunması baxımından əhəmiyyətini diqqətə çatdırıblar. Sonra tibbi ekspertlər və mütəxəssislər tərəfindən süd vəzi sağlamlığı, hər bir qadının bilməli olduğu vacib məqamlar, qadın sağlamlığının qorunması, reproduktiv orqanlarda olan patologiyaların profilaktikası və erkən diaqnostikası, stresin reproduktiv sağlamlığa təsiri, reproduktiv sağlamlıq, seçim, həyat və demoqrafik davamlılıq mövzularında maarifləndirici təqdimatlar keçirilib. Tədbir çərçivəsində mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Bugün biz Həmkarlar İttifaqı və Həmkarlar İttifaqı Konfederasiyası ilə birgə Səhiyyə Nazirliyinin bir neçə qurumun ekspertlərinin iştirakı ilə bir layihəyə start veririk. Bu layihənin əsas məqsədi insanlara, əhaliyə reproduktiv sağlamlığın önəmliyini vurğulamaqdır. Reproduktiv sağlamlıq dedikdə çox insan düşünür ki, yalnız uşaqlıq dövrü, yəni qızların yeniyetmə dövrünü nəzərə alınır. Yox, yeniyetmə dövründən başlayaraq, hətta uşağın anadan olmasından başlayaraq insanın reproduktiv sağlamlığı 49 yaşına qədər vacibdir, önəmlidir və insanlar bilməlidir ki, hər günün öz hökmü var və hər bir insan reproduktiv sağlamlığını qorumalıdır. Cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış və hazırda icrası davam edən Azərbaycan Respublikasının 2022-ci, 2026-cı illər üzrə sosial-iqtisadi inkişaf üzrə strategiyasının icrasında reproduktiv sağlamlıq, ana və uşaq sağlamlığı ayrıca fəaliyyət istiqamətləri kimi götürülmüşdür. Reproduktiv sağlamlıq, erkən nicahlar, erkən diaqnostika, erkən müdaxilələr, selektiv abortların qarşısının alınması baxımından belə bir tədbirlərin keçirilməsi və bu tədbirlərin ana xətti olan maarifləndirilmənin son dərəcə əhəmiyyətli olduğunu bugünkü tədbir iştirakçılarına çatdırmaq niyyətindəyik və gələcəkdə də qurumlararası koordinasiyalı fəaliyyətin keçirilməsi üçün birgə səylərimizi, əksəriyyətimizi bildiririk.